Hazırki zamanda nəyi eşitməlisən? Kartlardan hansı bir xəbərdarlığı almalısan? Bu video qarşıya çıxıbsa, sonuna qədər izlə, gəl baxaq. Nəyi bilməlisən? Bilməli olduğun nəyi var? Hazırki zamanda nəyi bilməlisən? Bilməli olduğun bir dənə odur ki, kimsə sənə nə isə zərər vurmağa çalışır. Qadından gəlir bu zərər. Hansısa bir qadın tərəfindən, qadın xarakteridir bu. Nə isə sənə zərər vurmağa, nə isə sənin iş yolundan əlaqədarmı, səninlə əlaqədarmı, hansısa bir fitnə, fəsad, bir oyun qurmağa çalışır. Tamam, bu kimdir? Çünki bu insan səni elə bil ki, paxıllıqla izləyən bir insandır. Kimdir sənə oyun qurmağa çalışan? Kimdir? Kimdir? Bu insan kimdir? Sənə zərbə vurmağa çalışan kimdir? Kimliyi burada çıxmır, gəl belə baxaq. Kimdir bu insan? Çünki çox aqressiv bir insandır, çox əsəbi bir insandır xarakter olaraq. Yaxşı, gəl buna baxaq. Bu insanla sənin nə cür əlaqən var? Yaxşı, bu insanla sənin nə cür əlaqən var? Bu insanla sənin nə cür əlaqən var? Bu insanla sənin əlaqən yoxdur əslində. Sadəcə olaraq bu insan səni ya işindən əlaqədar, ya həyatda nə isə bir rəqib kimi görür. Qadın xarakteridir yenə də. Yəni, sanki elə bil sən bu insanın, bəzilərində belə bir şey var ki, işlə əlaqədar sən bu insanın, nə bilim, gözü sənin yerindədirmi, sənin işığını mı söndürmək istəyir və yaxud da ki, sənin bir yalanını mı açmaq istəyir. Bax, belə bir qadındır. Sənə qarşı oyun qurmağa çalışır. Baxıram, o qadını sən şəxsən tanıyırsanmı? Bu qadını, sənə oyun qurmaq istəyən birini şəxsən tanıyırsanmı? Şəxsən tanışlığın olmadığını düşünürəm və yaxud da ki, olubsa da o insanla əlaqəni, keçmişdə əlaqən olmuş ola bilər, bu insanla hansısa bir tanışlığın və o insanla əlaqəni kəsmisən. Tamam. Bu insan nə plan qurur səndən əlaqədar? Gəl buna baxaq. Nə plan qurur səndən əlaqədar? Planı nədir? Nə cür addım atmağı düşünür? Nə plan qurur? Sənlə əlaqədar hansısa işindən mane olmaq üçün hansısa bir oyun qurmağa çalışır, bir fitnə, fəsad. Burada bəzilərinizdə işinlə əlaqədar problem yaratmaq, bəzilərinizdə sənətlə əlaqədarmı, nə bilim, dövlət qurumu ilə əlaqədar şikayətmi etmək, nə isə belə bir plan hazırlayır. Tamam, gəl baxaq. Alınacaqmı? O insanın sənə zərbəsi alınacaqmı? Gəl belə baxaq. O insan məqsədinə çatacaqmı səndən əlaqədar? Məqsədinə çatacaqmı? Yox. Məqsədinə çatmayacaq. Belə deyim də, hətta sənin üçün müraciət, tutaq ki, səndən şikayət edirsə, baxılmayacaq şikayətinə. Tutaq ki, sənə zərbə vurmaq üçün kiməsə şikayət edirsə və yaxud da ki, tutaq ki, səndən iş yerinə mi, nə bilim, nə isə fitnə, fəsad mı eləməyə çalışır, alınmayacaq, yəni, ümidsizliklə qarşılaşacaq. Gəl baxaq. Onun sənə planı baş tutacaqmı, sənə qurduğu oyunu baş tutacaqmı, alınacaqmı? Yox, alınmayacaq. Alınmayacaq, xeyr. Boş qalacaq da, tamam, gəl baxaq, bəs sənin xəbərin olacaqmı bundan? Sənin bundan xəbərin olacaqmı? Sənin bu oyundan xəbərin olacaqmı? Sənə kimsə deyəcək, bundan xəbərin olacaq, zaten sənə xəbər çatacaq. Tamam. Bəs o insanın kimliyini biləcəksənmi, konkret kimliyini biləcəksənmi? Gəl belə baxaq. Kimdirsə, çünki gizli oyun qurmağa çalışır. O insanın kimliyini biləcəksənmi? İnan ki, kimliyini də bilməyəcəksən və hətta biləndə də oturub fikirləşəcəksən ki, bu nə əlaqə, bu nə? Yəni, bax, belə bir şey. Tamam, o insanın özü bəs sənə qurduğu oyuna görə özü cəza çəkəcəkmi, cəzalanacaqmı? Bəs o insan sənə oyun qurduğuna görə, sənə pislik məqsədinə görə özü cəzalanacaqmı, özü cəzalanacaqmı? O insan özü başqa cür yolla cəzalanacaq. Mən sizə deyim ki, nə cür olacaq onun cəzası, nə cür olacaq onun cəzası.
Onun özü də elə, baxın, özü tək yox, 2-3 insan tərəfindən özü oyuna düşəcək. Bax, belə bir şey var. Özü oyuna düşəcək, özü sıxıntılı bir duruma düşəcək. Gəl baxaq, onun özü nə qədər vaxta cəzalanır. Yaxşı, gəl belə baxaq, bu xəbər nə qədər vaxta sənə çatacaq? Onun sənə oyun qurduğu, bu plan, bu cəhd sənə nə qədər vaxta xəbərin olacaq? Sənin xəbərin nə qədər vaxta sən xəbər tutacaqsan ki, belə bir tula var imiş. Nə qədər vaxta xəbər tutacaqsan, nə qədər vaxta? Təxminən bir vaxta, bir həftə, maksimum bir ay içində sən bundan xəbər tutacaqsan. Ola bilsin ki, burada qadın kişiyə deyəcək, kişi sənə və yaxud da ki, belə bir şey olacaq və yaxud da ki, elə nəysə də belə bir xəbər tutacaqsan, okey, hərəmizdə fərqli çıxır, okey. Bəs o insan bu addımına görə nə cür cəzalanacaq? O insan bu addımına görə cəzalanacaqmı? Cəzalanacaqmı? Bəli. Nə cür olacaq? Yenə baxaq, çünki bu çox maraqlı olur həmişə sizə. Nə cür olacaq? Və o insan cəzasını nə qədər vaxta alacaq? O insan bu elədiyi əməlin cəzasını nə qədər vaxta alacaq? O insan da elə, belə deyim də, sənə bu xəbər çıxanda o artıq cəzasını çəkmiş durumda mı olacaq və s. və yaxud da ki, 7 həftə içində, 7 gün, 7 həftə içində və ya 7-li vaxtlarda, elə sentyabr ayında bəlkə də xəbər olacaq. Bax, belə bir şey var. Tamam. Onun tam olaraq cəzası nə cür olacaq? Hansı hadisə ilə cəzalanacaq? Gəl belə baxaq. O insan bəs sənə elədiyinə görə hansı hadisə ilə cəzalanacaq? O özü davalı bir durumda olacaq, özü mübahisəli bir durumda olacaq. Pul itkisi olacaq onda, özündə problem yaşanacaq. Tamam, gəl baxaq. Bəs sonra yenə sənə addım atacaqmı? Sonra yenə sənə plan quracaqmı? Yenə də bax, pislik eləməyə davam edəcəkmi? Cəhdlərinə davam edəcəkmi? Yox, o hayda olmayacaq artıq. Artıq o heydə olmayacaq. Çünki elə bir zərbə alacaq ki, yəni artıq öz işinlə məşğul olacaq. Çünki o insanda hətta ən ağır bir fakt olaraq o insan özü məhkəməlik bir duruma da düşə bilər. O insan özü xəstəxanalıq bir durumdur, səhhətindən əlaqədardır. Yəni belə bir vəziyyətə düşə bilər ki, o hayda olmayacaq. Bu qədər. Aldım, qəbul elədim, yaz. Ətraflı baxım üçün isə profildəki nömrə ilə əlaqə saxla.